Günlərdə analizlərin cavabı ləngidilir. Aralarında az yaşlılar da var, bölgələrdən gələnlər də, şəhərdən üst tutanlar da. Talisimiya xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri iddia edirlər ki, mərkəzin sistemində yaranan problem onları çətin vəziyyətdə qoyub. Həmişə analizlərimizi burada verirdik, həmən çıxırdı. Hal-hazırda analizi veririk, 2 gün, 3 gün sonra çıxır. Saat 9-dan analiz verilib. Saat neçədir? Saat günü ortada 2-yə işləyir. Analizin cavabı hələ çıxmayıb. Bəs deyirlər ki, sistem işləmir. Tezdən gəlmişim, saat 9-da işləmişdən buradayım. Analiz vermişsiniz, cavab ala bilmirsiniz? Hələ cavab ala bilmirik. Nə deyirlər? Nə izah edirlər? Vallahi deyirlər hələ gözündə, hələ analizin cavabı çıxmır. Qan xəstəsi qanı düşəndən sonra gəlir, analiz verir. 3 gün, 4 gün gözləyirik ki, cavab çıxsın ki, biz qan vurduruq. Əvvəllər neçə günə çıxırdı? Əvvəllər 1 saat, 1 saat yox, hemoqlobin 5 dəqiqə, 10 dəqiqə çıxırdı. Çox gözəl qaydada işləyirdi. Mərkəzin direktor müavini Səidə Babazadə Xəzər xəbərə bildirib ki, artıq 2 həftədir ki, elektron sistemdə problem yaranıb. Uzun müddətdən də 2 həftəyə yaxındır bu davam eləyir, amma yenə də biz çalışırıq bunu vaxtında verək. Sistemdə donmalar olur. Bununla bağlı işlər gerilir, texniki səbəbdən işlər gedir və bu yaxınlarda düzəlməlidir. Mərkəz rəsmisi problemin tezliklə aradan qaldırılacağını bildirib. Sevinç Vaqif qızı, Üzeyir Ağayev, Xəzər xəbər.